في كتاب الكريم هل يستوي الذين يعلمون والذين لا يعلمون وقال النبي صلى الله عليه وسلم فيما رواه الشيخان اطلبوا العلم ولو في السين أو كما قال aleyhissalatu vesselam. Belezler. Allah gününüzü xeyir eləsin inşallah. Allah subhanahu wa ta'ala bizi bilgisizliğin, ilimsizliğin, cehaletin qaranlığından çıxarsın. Allah subhanahu wa ta'ala bizim üzerimize ilmin qapısını açsın. Allah subhanahu wa ta'ala bizim əxlaqımızı hilm nurunla nurlandırsın inşallah. Allah subhanahu wa ta'ala bizi hakkı axtarıb, hakka tabi olup o yolda yürüyenlerden eylesin. Allah Teala bizi batilden kaçıp, batili bilip ondan kaçanlardan eylesin inşallah. Aleykümselam. Tabii yani bizimle sizle olacak bu sohbetimiz bir hasbihal olacak. Yani neyse burada hususi olarak bir qeyri-adi bir hadisə də olmayacaq ki, gene idi, alim idi, geldi filan. Ben de siz için bir adam. Yani bir alimlik iddiasında da değilim, Allah korusun. Öyle bir iddiada da olmadık hiç vaxt. Sadece geldi ki bir tanış olaq, birbirimizi tanıyaq, bildiklərimizi birbirimize bölüşək. Ne bilirik, neyi bilmək istəyirik ve çünkü Allah subhanahu wa ta'ala kitabında buyurur ki bilenlerle bilmeyenler bir olabilmez. Ve Resulullah da buyurur ki elm içinde de olsa onu öğrenmek için tembellik eləməyin. Onu gedin alın. Elm içinde de olsa öğrenin. Bu barədə çok sözler, hadisler var Resulullah'ın. Ona göre de yani birbirimizle bilgi mübadiləsi eləyək diye bu söhbəti təşkil elədik. Və belə nəzərə aldıq ki, ümumiyyətlə bugün dövrümüzdə, günümüzdə insanlar arasında olan ve insanların çok maraq göstərdiyi mövzuya bir ağırlıq verək. Hədis və hədislə əməl mövzusuna. Ona görə də elə bəri başdan bunu bilək ki, hədis nədir və hədisin yeri nədir? Hədis deyəndə biz nəyi başa düşürük? Və doğrudan da bugün hədis haqqında olan söhbətlərimiz, hədis haqqında olan məsələlərimiz haqqında deyilənlər çoxmu doğrudur, yoxsa səhvlər mi var? Bu barədə inşallah yüngül bir söhbətimiz olacaq. Hədis əzizlər, bildiyimiz kimi buna sünnə də deyirik. Və Resulullah Aleyhisselatü Vesselam vida həccində aleykum bisneteyn, size iki şey düşər. Kitabullah ve sünneti diye vəsiyyət edib bizə. Siz o ikisine sarıldığınız müddetçe, onlardan yapıştığınız müddetçe doğru yolda olacaksınız deyir. Ve sünnetin değeri, sünnetin qiyməti hakkında her bir alimin xüsusi sözü var. Və hamısı da Resulullah Aleyhisselatü Vesselam'ın özünün vəsiyyətinə əsaslanır, özünün hədislərinə əsaslanır. Ona görə də hədisləri və Resulullah sallallahu aleyhi ve sellemin sünnətini öyrənmək, ona sarılmaq elə İslamın ilk günlərindən başladı. İslamın ilk günlərindən başladı və məşhur səhabələrdəndir, əbədilər dərlər, məşhur Abdullalar var. 4 Abdullah var İslam şəriətində, əshab arasında elminlə, təqvasıyla tanınan adamlar. Bu əbədilənin biri Abdullah İbni Amr İbni As radiyallahu anhum dedi ki Resulullah'ın hədislərini yazırdım. Öz rəvat edir bunu. Və Resulullah dediği sözləri mən yazırdım. Sonra mənə xəbər elədilər ki, dedilər digər səhabələr məni oyatdılar ki, vay gününə sən nə edirsən? Resulullah'ın hər sözünü yazma. O əsəb olur, bir söz deyir, belə söz deyir. Yazma. Resulullah icazə vermir bunu. Sadəcə Quran yazılır. Və bunu mən Resulullah sallallahu aleyhi ve sellem'e deyir soruşdum. Ki ya Resulullah, mən səndən eşitdiyim hər şey yazıram. Amma səhabə qardaşlarım mənə bunu qadağan eləyir. Ki yazma deyə. Nə icazə verirsəm, yazım mı yazmayayım mı? Burada Resulullah aleyhisselatü vesselam Abdullah İbni Amr'a xüsusi bir icazə verəcəklər. Sən dedi, mən sənə icazə verirəm, sən məndən nə eşitdinsə yaz. Ya Resulullah, hər halda mı? Fi gadab ve gayri zalik. Her halda mı ya Resulallah? Her halda.
İstəyir qəzəb halım olsun, istəyir başqa hal olsun, sən mənim dediklərimi yaza bilərsən deyə Rasulullah Abdullah ibn Amr ibn Asa icazə verdi hədisləri yazmaq barədə. Və səhabə arasında bir tək Abdullah ibn Amr ibn As hədisi yazırdı. Digərləri sadəcə Quran yazırlar, başqasını yazmağa ixtiyarları yox idi. Və Həzrət Əbu Hüreyrə, Allah ondan razı olsun, deyir ki, sadəcə Abdullah ibn Amr ibn As sünnəti məndən çox bilir. Niyə? Çünki o yazırdı, mən yazmırdım. Bundan sonra Resulullah Aleyhisselatü Vesselam'ın irtihalından sonra səhabələr ümumiyyətlə özləri hədis yazmağı qadağan elədilər. Bunu bilirsiniz özünüz, uzun danışmayacağıq. Quran-ı Kərimin yazısına baxdılar. Həzrət Ömərin dövründə, Əbu Bəkirin dövründə Quran yazı alındı və Həzrət Ömərin dövründə və digər Həzrət Əli və Həzrət Osman kimi digər Raşidi xəlifələrin dövründə hədis yazmaq qadağan idi. Hətta Həzrət Ömər İraqa müəllimlər göndərəndə, sahabələr göndərəndə onları çıxdı Bədir hesabından idilər, yola salır, uğurluyur. Bir müddət gedib, yolda bir müddət qət eləyəndən sonra dedi ki, bilirsiniz mən sizi yola salmaq üçün niyə bu qədər gəldim? Və oradan içində olanlardan ağsaqqallar deyirlər ki, təbii bilirik biz Bədir hesabıyıq, Resulullahın ən öndə gələn hesabındanıyıq. Bizim haqqımızdır, sən də bizim silah qardaşımızsan, iman qardaşımızsan, bizlə birlikdə Bədir hərbində iştirak edibsən, bizim haqqımızı əda edirsən. Və Həzrət Ömər dedi ki, bu doğrudur, bu sizə. Amma mənim gəlməkdə tamam bir başqa məqsədim də var idi. Nə idi? Dedi, siz elə bir yerə gedirsiniz ki, onların arı beçəsinin vızıltısı kimi Quran vızıltısı vardır. Kufiyə göndərir. Onlara Resulullah sallallahu aleyhi və səlləm dedi deyə bir şey rəvayət eləməyin. Likə ilə təftinəhum. Onları fitniyə salmamaq üçün. Niyə? Çünki əzlər Resulullah özü niyə qadağan eləmişdi? Quranla sünnə qarışmasın deyə. Quranla sünnə qarışıb insanlarda anlaşılmazlıq meydana gəlməsin deyə əvvəlcə Quranı yazırdı, hədisi yazmağa icazə vermirdi. Həzrət Ömər Resulullahın bu tapşırığına, bu əməlinə riayət eləyərək Qur'anın təzə çöktüyü, Qur'anın təzə yeyildiyi deyək, yəni mənən, fikrən yeyildiyi Kufədə hədis rəvayətini qadağan edir. Həzrət Ömər icazə vermiş ki, orada qalə Resulullah dedi deyə söhbət eləməyin. Qoy hələ Qur'anı alsınlar. Qoy hələ Quran onların ruhuna hopsun. Ondan sonra danışarsınız. Və Həzrət Ömərin tək bu halda yox, xilafəti müddətincə Quran-ı Kərimin ətrafında bir müdafiə xətti çəkib hədisləri çox rəvayət eləmək haqqında sərt bir mövqeyi var idi. İcazə vermirdi. Hətta bu məsələni sizə də xatırladaq. Bir gün Əbu Musa Əşərini hüzuruna çağırdı, xilafətin məqərinə çağırdı. Və Əbu Musa Əşəri gəldi, Həzrət Ömər məşğuldur, insanların işinlə qulaq asır, dinləyir, hökm verir filan. Gəldi, icazə istədi, bu məşğuldur deyə eşitmədi. Bir də icazə istədi, eşitmədi. Bu 3 dəfə icazə istədi Əbu Musa Əşəri, bilir, o da məşhur səhabələrdəndir. Bu geri qayıtdı. Həzrət Ömər işini bitirəndən sonra xidmətçiyə dedi ki, bəs mən Əbu Musanı çağırmışdım, dəvət eləmişdim, gəlmədi mi? Dedi, xəbərimiz yoxdur. Biz çağırdıq. Dedi, get denən ki, Əmir-əl-Müminin çağırır. Bu dəfə getdi, Əbu Musa Əşərini çağırdı, Allah hamısına razı olsun. Ya Əbəl Musa, ey Əbu Musa, mən səni çağırdım, niyə gəlmədin? Dedi ki, ya Əmir-əl-Müminin, mən gəldim, səndən icazə istədim, otağa, hüzura daxil olmaq üçün, sən cavab vermədin. Mən 3 dəfə icazə istədim, sən cavab vermədin. Mən də qayıtdım, geri getdim. Çünki Resulullah Aleyhisselatü Vesselam'la bir yerə daxil olmaq üçün 3 dəfə icazə istəyin. Əgər icazə verməzlərsə geri qayıdın deyə bir hədis eşitmişəm, dedi. Həzrət Ömər, Allah ona razı olsun, dedi, ya bu hədisi Resulullah'dan eşitdiyinə şahid gətirəcəksən, ya da belində kötək var. Yəni, Resulullah haqqında yalan danışdığına görə cəzalanacaqsın. Əbu Musa çıxıb kefsiz qayğı aparıb adam. Aradan bir qədər belə keçib, az keçib, çox keçib, Huzeyfə ibn-ül Yəmən deyilən səhabə rastlaşır buna. Ya Əbu Musa, niyə belə bir kefsən? Deyir ki, belə-belə Resulullah'dan belə bir hədis rəvayət elədim. İndi Həzrət Ömər deyir ki, ya şahid gətirəcəksən, ya da belində kötək var. Deyir, mən də eşitmişəm onu. Əlindən tutu gecədək. 2 nəfər oldu mu?
Elinden geldiler, ya emrel müminin ve selamun aleyküm ve aleyküm selam, budur. Huzeyfe ibn-i Yemen de eşidib. Bəli, ya emrel müminin, mən də eşitmişəm həmin hədisi. Həzrəti Ömərin sözünə diqqət edin əzizlər. Ya Əbu Musa deyir, mən səni yalan danışmaqda ittiham eləmirəm. O hədisi mən də eşitmişəm. O sözü mən də eşitmişəm. Amma mən bunu eləyirəm ki, Resulullah sallallahu aleyhi və səlləmdən hədis rəvayət eləyəndə, söz rəvayət eləyəndə məsuliyyətin nə qədər ağır olduğunu dərk eləyəsiniz. Yəni, buna görə, qalə Resulullah dedi, qutardı, olmaz. Məsuliyyəti dərk eləyəcəksiniz, ona görə mən bu işi elədim ki, başqalarına dərs olsun. Bəli, Həzrət Ömər Resulullahın sünnəsi haqqında bu dərəcədə tez ciddi davranırdı. Ondan sonra Xülafə-i Raşidinin axırında, yəni hicrətin 100-cü ilində, daha dəqiq desək, hicrətin 99-cu ilində Ömər ibn Abdüləziz, Allah ondan da razı olsun, xəlifə olanda İmam Zöhriyi çağırdı, yəni İmam Zöhriyi çağırdı, tabiin alimlərindəndir. Dedi ki, Resulullah sallallahu aleyhi və səlləmin hədislərini yaz. Rəsmən ona qədər hər sahabə öz üçün müəyyən qeydlər eləmişdi. Məsələn, Amr ibn As kimi. Amma rəsmən icazə yox idi. Yəni, dövlət səviyyəsində desək, yəni təbir doğrudursa, hədis yazılmırdı. Ömər ibn Abdüləziz çağırdı İmam Zöhrini, İbn-i Şihabə Zöhri dərlər. Onu çağırdı və tapşırıq verdi ki, Resulullah sallallahu aleyhi və səlləmin hədislərini yazın, toplayın. Və ilk dəfə hədislərin yazılması bu şəkildə başlandı. Bəli? Tədvin dönəmi deyil. Bu, cəm etmə dönəmidir. Tədvin dönəmi sonraki mərhələdir. Bundan sonra cəm dönəm deyilər bunu. Bunu hədisi başladılar toplamağa. Hardan toplayırlar? O səhabədən, bu səhabədən, o tabiindən və başlayırlar bütün hədisləri yazıya almağa. Bu dövrdə hələ Resulullah Aleyhisselatü Vesselam'ın hədisi haqqında səhih, zəif deyə bir şey yoxdur. Bu dönəmdə sadəcə hədislər toplanır. Yəni, mütəxəssiscəsinə, profesional şəkildə bu hədis səhihdir, bu hədis zəifdir deyə bir şey yoxdur. Sadəcə yazıya alınır. Hədis sürətlə yazıya alınır. Və ilk olaraq kitab şəklində tədvin olunan, yazılan əsər İmam Malikin, rəhməhullah, 4 məzhəb imamlarından İmam Malikin Muvattasıdır. Və bu Muvattanı yazmağın tarixçəsi də bu dəzlər. Əməvi xəlifəsi Mənsur çağırdı, dedi ki, üzr istəyirəm, səhv elədim, Abbasi xəlifəsi. Cəfər ibn Mənsur çağırdı, Malik ibn Ənəsi. Dedi ki, alimlərdən səndən, məndən başqa bir kəs qalmadı. Mənim də gördüyün kimi üzərimə dövlət vəzifəsi, xilafət düşüb. Mən Resulullahın hədislərini bir kitaba toplayıb insanlara lazım olacaq şəkildə bir kitabda yazacaq vaxtım yoxdur. Sən bunları topla və ərəbcə deyir ki, həttə tu'tiəhu qavlə Resulullah. Sənin topladığın, Resulullahın topladığı dediyi sözlərlə üst-üstə düşməlidir. Və oradan Muvatta sözü də elə oradan çıxır. Kitabın adı oradan gəlir və Ənəs ibn Malik ibn Ənəs, Allah ondan razı olsun, 4 müştəhiddən biridir. Bu da Muvatta kitabını yazdı. Və Muvatta kitabı öz dövründə o qədər genişləndi ki, yəni insanlar onu o qədər qəbul elədilər ki. Və hətta həmin o Cəfər Mənsura da deyirlər, Harun-ı Rəşidə də deyərlər. Hər halda xəlifə belə bir təklif elədi İmam Malikə ki, sənin bu kitabını Quranın yanında əməl kitabı olaraq mən əmr eləyəcəm, hər yerdə bu kitabla əməl olunsun. Başqa şeylə əməl olunmasın. İmam Malik etiraz elədi. Dedi, yox, ya əmr-əl-müminin, səhabə dünyanın 4 tərəfinə yayılıb. Mənim bu kitabımda olan, mənim gördüyüm, söhbət elədiyim səhabələrdən aldıqlarımdır. Mənim görmədiyim, söhbət eləmədiyim səhabələr Resulullahın elmini apardılar ora-bura. Mən bunu icazə verə bilmərəm, mənim kitabım bir dənə qeyd olunmuş və insanların ona bağlanmış bir kitab olsun. Olmaz. Və bu şəkildə əzlər, hədis
toplanır və yığışır. Artıq İmam Malikin dövründən sonra, yəni bu ictihad dövründə, hansı ki ictihadın qızıl əsri deyirik ona, ictihad dövründə artıq hədislə əməl eləmək gördülər ki, hədis artıq bir belə deyək, hökm, şər'i mənbə səviyyəsinə qalıqdı. Bu dəfə indi o müəyyən o qruplar var idi ki, İslam cəmiyyətində törəmişdilər, meydana çıxmışlar. Bunlar özlərini təsdiq eləmək üçün başladılar hədis uydurmağa. Və hədis uydurma məqamında Resulullah Aleyhisselatü Vesselam'ın bir hədisini, hamımızın bildiyi bir hədisi xatırlatmaqda bir fayda var. Aleyhisselatü Vesselam buyurur, Mən kəzəbə aleyyə mütəammidən fəlyətəbəvvə məqədəhu minən-nar. Kim bilərəkdən mənim adıma yalan danışarsa, cəhənnəmdəki yerinə hazırlaşsın, deyə Resulullah bir xəbərdarlıq verir. Buna baxmayaraq, Resulullahın bu ciddi xəbərdarına baxmayaraq, Resulullah adına çox yalan hədislər uydurulmağa başladı. Və ondan sonra artıq alimlər, fəqihlər əsasən başladılar hədisləri məcburan seçməyə. Və Resulullahın hədisləri bir şər'i mənbə olaraq artıq alimlər tərəfindən qəbul olunma şərtlərinə tabi tutuldu. Quranda belə bir şey yoxdur. Allahın kəlamıdır, qutardı. Amma Resulullahın kəlamıdırmı? Hə, saxla. Resulullahın kəlamıdırsa, onun qəbul olma kriteriyaları var. O ölçülərə, o kriteriyalara cavab verməzsə, demək bu Resulullahın sözü deyil. Və ilk olaraq bu fəqihlər arasında meydana çıxdı. Fəqihlər arasında, tələsmə, hamısına gələcək. Fəqihlər arasında hədisin qəbul olub olmaması məsələsi meydana çıxdı. Və İslam cəmiyyətində, xilafət ərazisində iki cərəyan meydana çıxdı. Hədis cərəyanı, bir də rəy cərəyanı dərlər buna. Bu gündə o rəy əshabı və hədis əshabı deyə iki dənə tarixi bir cərəyanın olduğu və bəzilərinin bu barədə mübahisə apardığını bu gündə görürük. Bəli. Hədis cərəyanı nə idi? Hədis cərəyanı Hicaz və Şamda yayılmışdı əzizlər. Hicaz haradır? Hicaz bugünkü Ərəbistan, Səudiyyə Ərəbistanı ərazisində Məkkə və Mədinənin yerləşdiyi bölgənin tarixi adıdır. Bizdə Muğan, Şirvan, nə bilim Dərbənd, Naxçıvan, yer adları olan kimi Hicaz da Ərəbistan yarımadasında bir mahalın, bir bölgənin adıdır. Bu Hicaz Məkkə və Mədinənin yerləşdiyi ərazidir. Burada hədis cərəyanı yayıldı. Bir də Suriyə ərazisi, Yurdun, ondan sonra Fələstin və bugünkü o tarixi Şam ərazisində. Səbəb. Səbəb ona görə ki, bir, Hicaz səhabənin nə idi? Vətəni idi. Sünnətin beşiyi idi. Hər bir insan orada Resulullahla yaxın, uzaq bir bağa sahibi idi. Səhabə Resulullahı görüb, o da övladları da öz atalarını görüb, onlar da onları görüb və ona görə də əzlər İmam Malik rəhməhullah dəlil tutarkən Mədinə əhalisinin, fıkhın dəlili, yəni dində dəlil olaraq, Mədinə əhalisinin adət ənənəsini də dəlil olaraq qəbul edirdi. Mədinəlilər bu işi eləyirmi? Hə, bu iş dində dəlildir. İmam Malik belə deyir. Eləmirmi? Demək dəlil deyir. Soruşurlar, niyə? Deyir, çünki vəhyin nazil olduğu şəriətin bərkidiyi beşikdir Mədinə. Burada yoxdursa demək yoxdur. Deyə bax bu şəkildə Hicazın hədis yerini, yəni hədis cərəyanının Hicazda bərkiməsinin əsas səbəbi buydu. Niyə? Çünki hədisin yaşandığı yer oraydı. Əhali o hədisi canlı olaraq yaşamışdı. Ağızdan götürməmişdilər. Resulullahın sözlərini qulaqlarıyla eşitmişlər, gözlərinlə də davranışlarını görmüşlər. Ona görə hədisin əsas beşiyi Hicazı idi. Buradan da Şam əraziləri. Şam nə əzəb, nə səbəbə hədis cərəyanının yeri oldu. Ona görə ki, Şamla Hicaz bir-birinə bağlıdırlar. Və səhabələrin böyük əksəriyyəti, Resulullah Aleyhisselam'ın ətrafında olan səhabələrin böyük əksəriyyəti Resulullah'dan sonra Şam'a köçüb orada məskunlaşdılar. Aha, İraq ərazisi
tarixi İslam ərazisi üçdür. Hicaz, Şam, İraq. Ən məşhuru. İraq ərazisində isə səhabələr az idi əzizlər. Bir. İkinci, burada olan bu az sayılı səhabələr hədisi danışmırdılar. Niyə danışmırdılar? Çünki dedik, Həzrət Ömər onlara qadağan eləmişdi. Ona görə Hicazda hədis çox az yayılmışdı. Üzr istəyirəm, İraqda. İraqda hədis çox az yayılmışdı. Bir misal. Resulullah sallallahu aleyhi ve sellemin dövründə fətva vermək ixtiyarı olan 6 səhabədən biri. Resulullah həyatda ikən, Resulullah sağ ikən fətva vermək ixtiyarı daşıyan 6 səhabə olub. 6 nəfər. Başqasına icazə verilməyib. Bu 6 nəfər səhabənin biri Abdullah İbn Məsud İraqda məskunlaşmışdı. Və bu Abdullah İbn Məsud ömrünün Resulullah'ı tanıyıb, Resulullah'a iman eləyib, Resulullah irtihal eləyənə qədər olan hissəsini Resulullah'la bir yerdə yaşamışdı. Hətta Resulullah sallallahu aleyhi ve sellem Abdullah İbn Məs'uda, Allah ondan razı olsun, belə bir icazə vermişdi ki, gecə gündüz icazəsiz mənim qapıma açıb otağıma daxil ola bilərsən. Mələm ənhə, qadağan eləmədikcə. Yəni, məndən qadağan eşidəndə gəlməzsən. Başqa vaxtı birbaşa mənim otağıma girmək icazəm var sənin deyə Abdullah İbn Məs'uda belə bir icazə vermişdi. Təbii indi buradan belə bir səhv nəticə başa düşülməsin ki, elə Abdullah İbn Məsud elə Resulullahın otağından çıxmırdı. Yox, o da öz ədəbini gözləyirdi. O da öz ədəbinlə, zaten Resulullah onun o ədəbini görüb o cəzanı ona vermişdi. O da öz ədəbinlə Resulullahla daima, bəli, daima irtibatda olurdu. Resulullahın başmaq və yastıq sahibi dərlər ona. Sahibül vüsəd və nə'aleyn. Resulullah hara getsə, o saat başmağını götürər, əlində saxlayardı. Bir də Resulullahın yolda olanda, yəni şəxsi əşyalarını, şəxsi xidmətini Abdullah İbn Məsud görərdi. Bu Abdullah İbn Məsud hədis rəvayət eləyəndə heç zaman qalə Resulullah demədi. Və onun tərcüme-i halını yazan alimlər deyir ki, bir dəfə, onun tələbələrindən biri rəvayət edir bunu, bir dəfə Abdullah İbn Məsud Resulullah Aleyhisselatü Vesselam dərsdə, yəni halqada, tələbələrə dərs oxuyanda özündən aslı olmayaraq qalə Resulullah dedi, deyir. Tez özünə gəldi, deyir Abdullah İbn Məsud, tər bastı Abdullah İbn Məsud. Həyacan keçirdi. Özünü itirdi bu mənada ki, çox böyük həyacan keçirdidir, sonra özünü ələ aldı və dedi. Buna yaxın, bu şəkildə, buna bənzər bir söz dedi Resulullah. Bələzlər, Şamlılar və Hicazlılar, rahat-rahat qalə Resulullah deyərkən, İraqlılar bunu eləmirdilər. Ona görə İraqda hədis az yayılmışdı. Hədis az yayılıb, amma insanlar yaşayır, həyat davam eləyir və bu həyatı davam elədiyən müddətcədə fətvalar meydana çıxır, məsələlər meydana çıxır və bu məsələləri nə eləmək lazımdır? Həll eləmək lazımdır. Bunun cavabı lazımdır. Abdullah İbn Məsud və digər səhabələr sünnətə əsaslanaraq fətva verir. Amma bir mərhələ gəldi, səhabə hamısı dünyasını dəyişdi. Gəldi növbəti alimlər, tabiin alimləri, Əlqəmə, ondan Nəxəyi, İbrahim Nəxəyi və bu kimi Əsvəd adında, Şəbi kimi, bu kimi tabiin alimləri İraqda yaşayırdılar və onların da fətva verməsi lazımdır. İndi fətva verəcək, məsələ çıxıb, Quranda yoxdur məsələ. Bildikləri sünnədə də yoxdur məsələ. Nə etməlidir? Müsəlmanın qarşısında bir problem çıxıb, bu problem çözülməlidir. Nə edəcək? Məcbur olurdular, onda rəy deyilən iştihada yol verirdilər. Və çox təəssüflər olsun əzizlər, rəy dediyimiz zaman səhih bir düşüncə var. Rəy şəxsin, fərdin öz düşüncəsi. Bu saat rəy əhli deyəndə bunu başa düşürlər. Sanki rəy əhli, rəylə fətva verənlər, rəy cərəyanı, Quran və sünnəni əlinin arxasından itəliyib bir tərəfə,
Qarşısına bir məsələ çıxıb, bir problem çıxıb, oturur, Qurana baxmaz, sünniyə baxmaz, araşdırmaz, ağlın belə kəsdi budur. Yox əzizlər, rəy bu deyil. Rəy, bugün bizim qiyas dediyimiz şeydir. Qiyas olaraq tanıdığımız rəy cərəyanı demək, qiyas cərəyanı deməkdir. İraq cərəyanı qiyas cərəyanıdır. Bunu da inşallah qarşıda görəcəyik. Və rəy cərəyanı formalaşdı. Bu şəkildə hədislərlə və Quran ayələrindən əsaslanaraq, rəy ictihad formalaşdı. Və bunu birinci eləyənlər Resulullah sallallahu aleyhi ve sellemin özü və əshabı idi. Deyəcəksiniz, necə yəni? Resulullah sallallahu aleyhi ve sellemin özü və əshabı. Necə ola bilər bu? Misallarını çəkək. Resulullah aleyhissalatu vesselam gəldilər, hicrət elədilər, əshabı və özü də hicrət eləyəndə, hicrət eləyəndə gəldi Mədiniyə, baxdı ki, Mədinədə adamlar, Mədinəlilər çıxıb xurma ağaçların başında nəsə ağaçların budağını döyür belə, nəsə məşğuldular. Soruşdu ki, onlar nə ilə məşğuldur? Dedilər ki, ya Resulallah, ağaçları tozlandırırıq, belə olmasa meyvə olmur. Və Resulullah deyir, belə olmasa da mən güman edirəm ki, bunsuz da olar. Bunsuz da olar deyəndən sonra Resulullahın bir sözü, hamı ağaçları tozlandırmağı tərk elədilər, düşdülər. Ağaçların tozlandırmasını hər halda bilirsiniz nədir ağaçların tozlanması. Yəni, ağaçlarda da dişi çiçəkləri var, bir də erkəkçi çiçəkləri var. Onları mayalandırmaq lazımdır. Normal bizim buralarda külək mayalandırır və həşəratlar mayalandırır. Amma xurma ağacının qəribə bir xüsusiyyəti var. Mütləq gərək əlinlə götürüb, bu ağaçdan kəsib, aparıb, oğucu bir ağacı belə çırpasan ki, o mayalanıb meyvə verə. Və Resulullah bunu deyir ki, mən düşünürəm ki, bunsuz da olar. Və hamısı tərk eləyir, eləmirlər. Payız gəlir, meyvə yığılacaq, xurma yoxdur. Məhsul yoxdur. Gəldilər, ya Resulallah, bəs xurma yoxdur. Niyə yoxdur? Sən dedin ki, bunsuz da olar. Və burada Resulullah aleyhisselam özünün məşhur şəriətdə qayda olan bir sözünü deyir. Mən sizə Rəbbinizdən nə verdimsə, onu qəbul eləyin. Mən sizə öz rəyimlə nə dedimsə, mən də bir bəşərəm. Bəli. İkincisi, başqa bir misal. Resulullah sallallahu aleyhi ve sellem yenə öz əshabınla qəzavatlarının birində gəldilər və çıxdı hamı qəzavata, müəyyən bir nəfər qəzavata çıxmadılar. Bildiyiniz hadisə məşhur hadisədir. Kəb ibn Malikin məsələsi. 3 nəfər ki, gecikmişlər hərbə. Və Resulullah aleyhisselam neynədi? Öz iştihadından 2 nəfər, qissəsi uzundur, danışmırıq, 2 nəfəri bağışladı. Gəlib istəyənləri, o münafiqlər gəldi, hərəsi bir söz dedi, onları bağışladı. Get, tövbəni qəbul elədim, üzrünü qəbul elədim. Bunları bağışladı. Öz iştihad elədi Resulullah sallallahu aleyhi ve sellem. 3 nəfər gəldi, onlar doğruyu söylədilər. Onları Resulullah bağışlamadı. Onları Allah'a həvalə elədi. Dedi, sizin haqqınızda gözlüyün vəhyinə nazil olacaqsa odur. Quran ayəsi nazil oldu. 3 nəfər Allah bağışladı. Resulullahın üzrünü qəbul elədiklərini cəhənnəmlə hədələdi. Beləzlər. Bu Resulullahın bir peyğəmbər olaraq iştihadı idi ki, öz rəhmət peyğəmbər olaraq onları üzr istədirsə Resulullah bunu eləməlidir. Niyə? Çünki Resulullah üzrləri qəbul eləyəndir, eləməlidir. Niyə? Çünki rəhmət peyğəmbəridir. Gəlib bir üzr diləyirsə, üzrü qəbul eləyir. Ondan sonrasını Allaha həvalə edir. Ondan sonrası Allahın işidir. Ona görə də bax əzizlər, Resulullah sallallahu aleyhi ve sellem özü belə iştihad eləyirdi. Rəy eləyirdi. Yəni, dinin əsasında. Sonra ən məşhur, yəni sahabələrdən yenə o 6 səhabənin içində olan digər bir sahabə Muaz ibn Cəbəl.
yəni Resulullahın sağlığında fətva vermə ixtiyarı daşıyan 6 səhabədən ikincisi Muaz ibn Cəbəl. Resulullah Aleyhisselatü Vesselam yenə Muaz ibn Cəbəli Yəmənə vali göndərir. Gedəcəksən Yəməndə insanlara Quran öyrədəcəksən, fətvalarını cavablandıracaqsan, zəkat toplayacaqsan, bu vəzifə ilə Yəmənə göndərir və çıxır Mədinədən kənara Muaz ibn Cəbəli yola salır. Və bu əsnada soruşur Muazdan ki, Allah ondan razı olsun, ey Muaz, necə fətva verəcəksən? Deyir, bi kitəbillah, Allahın kitabından. Deyir, fəin ləm təcid fi kitəbillah. Əbu Davudun rəvayət elədi, bu hədis əzdər. Üləmanın ittifaqınla qəbul olmuş hədisdir. Soruşur ki, necə fətva verəcəksən? Deyir, Allahın kitabından. Deyir, Allahın kitabına tapmasan, deyir, bi sünnəti rəsulihi, rəsulunun sünnətindən. Deyir, fəin ləm təcid, tapa bilməsən, Rəsullahın sünnətində olmasa, əctəhid fələ əlu. İctihad edəcəm və çalışacağım ki, isabət eləyim və tam gücümü sərf eləyib, sünnət və Quran üzrə bir qərar çıxarmağa çalışacağım. Resulullah Aleyhisselatü Vesselam mübarək əlindən Muaz ibn Cəbəlin belə sinəsinə vurdu. Allahümmə işrah sədri Rəsulə Rəsulallah Elhamdülillah illəzi fətəhə sədri Rəsulə Rəsulallah deyə dua elədi. Allahım sənə həmd olsun ki, Rəsulüyin Rəsulu, Rəsul Rəsullahdır, onun da Rəsulu Muaz ibn Cəbəldir, elçisi. Qəlbini haqqa açdın deyə Rəsulullah dua elədi. Bu da İctihadın caiz olduğunun sünnədən dəlilidir əzizlər. Bəli. Demək, Qurana baxılır alim. Quranda yoxsa sünnəyə baxır, sünnədə yoxsa ictihad eləyir. Bundan sonra əzizlər və Hicaz və İraq və yaxud hədis və rəy cərəyanı bu şəkildə böyük müştəhidlər yetişdirdi. Və çox qəribədir ki, Mədinətə İmam Malikin ustadı olmuş Rabi'atur Ray derler ona. Ebu Abdurrahman Rabi'atur Ray. Ebu Abdurrahman adında bir alim İmam Malik'in ustadıdır. Bu rəydən o qədər çox istifadə edirdi ki, buna adına, ləqəbinə Rabi'atur Ray demişdir. Rəy Rabi'ə. Bu əzizlər, yenə deyirəm, təkrar edirəm, bizim düşündüyümüz kimi öz keyfindən deyilən rəydən getmir söhbət. Qiyas. Rəy dediyimiz zaman qiyası başa düşürük. Və İmam Malik onun tələbəsidir. Və baxsaq görərik ki, müştəhidlərin hamısı, Əhməd ibn Həmbəl, yəni mühəddis alimlərin içində və müştəhid alimlərin içində həm hədisdə, həm ictihadda ən güclü alimlərdəndir. Müsnəddə bilirsiniz, 40 min hədis var. Əhməd ibn Həmbəl belə rəylə əməl eləyirdi. Əhməd ibn Həmbəl belə rəylə fətva verirdi. Çalışırdı ki, hədislə fətva versin. Amma o olmasa, rəyə müraciət edirdi. İmam Malik, İmam Şafii ki, bilinən onlar rəylə əməl elədi, fətva verdilər, məlumdur. Ən çox qınanan, ən çox tənqid olunan İmam Əbu Hənifə rəhməhullah da onlar kimi bir alim olaraq rəylə o da fətva verirdi. Sadəcə Əbu Hənifənin hədisə yanaşmasından İmam Şafiinin hədisə yanaşması arasında fərq var. Bax, indi gəldik burada zəif hədis, səhih hədis mövzusuna toxunacaq. Baxmayaraq ki, səhih hədis, zəif hədis termin olaraq, istilah olaraq Əbu Hənifənin və 4 imamın yaşadığı dövrdə verilməyib. Termin olaraq. Yəni, elmi yöndən araşdırılmayıb. Sadəcə onların dövründə bir söz var idi. Bu hədis səhihdir, bu hədis zəifdir. Söz olaraq deyirdilər bunu. Termin olaraq yox. Və əməl eləmək üçün şərtlər qoşmuşdular, dediyimiz kimi. Əbu Hənifənin şərtlərinə, qulaq asın. Əbu Hənifə deyirdi ki, bir hədisə əməl eləmək üçün, bu zarafat deyil, bu Rəsullahın adına söz deməkdir. Hər yerdən qalxan Rəsullahın adına söz deyəcək və hər sözlə də əməl olunacaq, yox. Biz bunu eləyə bilmirik. Ona görə Rəsulullahın əməlinə, sözlərinə görə əməl eləmək üçün Rəsulullahın sözlərini qəbul eləməyin şərtləri olacaq. Və Əbu Hənifənin qoyduğu şərt. Birinci şərt. Hədisi rəvayət eləyən, hədisi eşitdiyi ustadından
hədisi rəvayət eləyəcəyi vaxta qədər, yəni bu müddətin içində hədis beynində olmalıdır. Mən gedim, kitaba yazayım, sonra açım kitabı oxuyum ki, Rasulullah belə bir söz deyib, Əbu Hənifə onu qəbul eləmir. Hədis Quran ayəsi kimi beynində olacaq. Beynində varsa, mən hədisi qəbul eləyirəm. Yoxsa, qardaş, bağışda, mən bu hədisi qəbul edə bilmərəm. Niyə? Rasulullah sallallahu aleyhi və səlləmin hədisinə laqeydlikdənmi, yoxsa əksinə? Rasulullah sallallahu aleyhi və səlləmin hədisinə qarşı ayaq üstə, fərəqət vəziyyətində, durmuş vəziyyətində yanaşmaqdanmı? Mən biraz belə bəlağəti demiş olsam əgər sözü. Bugün təəssüflər olsun ki, danışılır və Əbu Hənifə Resulullahın hədisinə əməl vermədi, qiymət vermədi, öz rəyi ilə əməl elə deyə Əbu Hənifə böhtan atılır. Əbu Hənifə də işi bu qədər ciddi tutur ki, mən səni yuxudan oyadacam, biz elə deyər adətən el arasında. Yuxudan oyadanda mənim soruşduğum hədisi deyə bilsən, onda demək sən o hədisi bilirsən və onunla əməl olunur. Yoxsa yox. Bunun yanında digər alimlər bu şərti qoymur. Sadəcə bu şərt Əbu Hənifədə var. İmam Şafii və İmam Əhməd, İmam Malik kimi digər alimlər bu şərti qoymurlar. Digər bir şey. Əbu Hənifə deyir ki, bir hədislə rəvayət eləməkdən ötürü ən azı məşhur hədis olmalıdır. Məşhur hədis nədir? Məşhur hədis mütəvatir hədisdən sonra gələn hədisdir. Mütəvatir hədis nədir o zaman? Mütəvatir hədis, bilirsiniz, sadəcə xatırlatmaqda bir fayda var. Mütəvatir hədis, sizin də bildiyiniz kimi əzizlər, yalan olması mümkün olmayan hədisdir. Bu da necə mümkün ola bilməz? Nətər yalan olması mümkün olmayan? O qədər uydurma hədis var, deyir yalandır. Və nətər olur ki, mütəvatir hədis yalan olması mümkün olmayıb. Onun da şərti budur. Bir adam, iki adam deyil, toplud bunu rəvayət edib, cəmaat bunu rəvayət edib. Və bayaq dediyim o, kim mənim adımdan bilərəkdən yalan danışarsa, cəhənnəmdəki yerinə hazırlarsın hədisi də, mən kədəbə aleyyə mütəəmmidə, fəlyətəbəvvə məqadahu minən nar hədisi də mütəvatir hədisdəsidir. 60-dan çox səhabə söz misalı. Dəqiq deyə bilərəm ki, 10 nəfər səhabədən onu mən bilirəm. O hədisi 10 nəfər səhabəni rəvayət elədi, mən bir şəxsən mən bilirəm. Elmin azlığından. Bununla yanaşı daha çox səhabə rəvayət eləyir. Bu 10 səhabədən də bir azı bir 100 tabiin eşitdi mi? Bu 100 tabiindən də ən azı bir 200 tabiin eşitdi mi? Bunun biri yalan desin, ikisi yalan desin, üçü yalan desin. Mümkün deyil axı bunun hamısının yalan deməsi. Hamısının eyni yalanı, eyni şəkildə, eyni ifadə ilə deməsi mümkün deyil əzizlər. Mütləq yalanda ifadə fərq olacaq. Mütləq bu üzə çıxır. Ona görə də bax buna deyilir mütəvatir hədis. Hədis mütəvatir olarsa baş göz üstünə. Quran ayəsi kimidir? İnkar eləyən kafir olur, qəbul eləməyən də bidətçi olur. Səhih hədis mütəvatir səviyyəsinə qalxmayıb. Mütəvatir qədər yayılmayıb. Məşhur hədisin, üzr istəyirəm, yəni tərkibində gedər. Yəni səhih hədis məşhur hədisin ümumi adıdır. Məşhur hədis səhih hədisin ən ali mərtəbəsidir. Ona görə səhih hədisdən başladım. Səhih hədis mütəvatir səviyyəsinə qalxmayıb. 3 nəfər, 2 nəfər, 1 nəfər sahabə, ondan 5 nəfər, 6 nəfər tabiin və bu şəkildə çoxalaraq gedir. Səhih sənədi olan hədis mütəvatirin ikinci hissəsi ahad hədis derlər buna. İkinci bir adı. Hədis iki növdür. Ya mütəvatirdir, ya ahaddır. Raviləri baxımından. Ravi çoxdursa bu mütəvatirdir. Hansı ravidən gedir söhbət? Səhabədən. Səhabə sayı, birinci say, Resulullah'tan həmən sonraki birinci say. Alimlər arasında fikir ayrılığı var. Bəzisi 3 nəfər səhabə deyir, bəzisi 10 nəfər deyir, bəzisi 40 nəfər deyir. Dəyişir rəqəmlər, bəzisi 6 nəfər deyir. Necə olursa olsun, Resulullah'tan sonra rəvayət olunan hədisin, ravisinin sayı 3'ü və daha çoxu aşdısa, buna deyirik mütəvatir hədis. Ən azı 3 və daha az olarsa, 2 və 1 olarsa, necə olursa olsun, bunun adı əhəd hədisdir. Əhəd hədisin özü artıq öz içində bölünür. Birinci mərtəbəyə gəlir məşhur hədislər. Əhəd hədislərdə
Səhihlik baxımından iki qrupa bölünür. Səhih hədis, zəif hədis. Səhihlər də öz arasında yenə bölünür. Və bunun ən başda birincisi gələni məşhurdur. Məşhur hədis hansıdır? Məşhur hədis hamının bildiyi hədisdir. Amma bir ravisi var. Və məşhur hədisin ən məşhur dəlili hamımızın bildiyi bir hədisdir. İnnəmə lə'məl bin niyyət. Bu məşhur hədisdəndir. Amma ahaddır. Mütəvatir deyil. Hədis Həzrət Ömərdən rəvayət olunub, Həzrət Ömərdən bir tabiin rəvayət edib. Tabiindən sonra da ondan sonra da bir tabiin rəvayət edib. Tabiindən sonra hədisin yazılması dövründə artıq bunu rəvayət edənlər çoxalıb. 3 nəsil hədis bir ravi ilə gəlir. Amma məşhur hədisdir. Hamı bilir. Dedim, innəməl əməl bin niyyət. Dedim, əməllər niyyətlərə görədir. Əməllər niyyətlərə görədir, bəli. Problem yoxdur, Ağsaqqal, problem yoxdur, bəli. Mən üzr istəyirəm, onu mən huşumdan çıxdı, tərcümə eləmədim, bəli. Bəli, əməllər niyyətlərə bağlıdır. Hədisi məşhur hədisdir. Sonra gəlir səhih hədislərin öz mərtəbəsinə gələn müstəfəz hədislər deyirlər. Müstəfəz, istifadə olunan. Bu da məşhurdan sonra artıq bu hamının yox, alimlərin nəzərində bilinib istifadə olunan hədisdir. Bu səhih hədisin iki əsas qolu dəstər. Üçüncüsü var, əslində bunu özü müstəqil bir hədis qrupu olaraq da öyrənilir, amma sonradan bunu səhihin tərkibində hesab eləyənlər də var. Ümumi olaraq səhih hədisin tərifini demək belə mümkündür. İttisalınla, qopuqluq olmadan, adil və zəbt sahibi ravinin, adil və zəbt sahibi ravidən rəvayət eləyərək Resulullah'a bağladığı hədis səhih hədisdir. Səhih hədisdən sonra dedi ki, müştəhidlərin dövründə ikinci bir qrup var idi, o da zəif hədisi idi. Zəif hədisin tərifi nədir? Qısa, sadə bir hədis tərifidir bu. Səhih vəsfi daşımayan hər hədis zəifdir. Vəssalam. Səhih vəsfi daşımayan hər hədis zəif deyil. Zəifin növləri İbn Salah rəhməhullah müqəddiməsində 40-dan çox növünü sayır zəif hədisi. Çoxdur. Mətnə görə zəif var, ravisinə görə zəif var, ravinin öz halına görə zəif var. Zəifin sayları istədiyin qədər çoxdur. Bunu dedi ki, İbn Salah rəhməhullah təxminən 40-dan çox nədir? Növ göstərir. Zəifin ən yaxşısı həsən hədisdir. Zəifin ən yaxşısı həsən hədisdir. Müştəhidlərin dövründəki bölgüyə görə desək. Müştəhidlərin dövründə dedik nədir? Zəif hədis var idi, bir də səhih hədis var idi. Həsən hədis deyə bir şey yox idi ortada. Sonra İmam Tirmizinin dövründə, İmam Tirmizi rəhməhullah hədislərin, o zəif hədislərin içindən seçib ən sağlamlarını ayırdı və bunlara elə İmam Tirmizi rəhməhullah hədisin adını həsən hədis qoydu. Ki, bu həsən hədisdir. Nə zəif deyil, nə də səhih qədər əmin deyilik. Bu ikisinin arasında dayanır. Terminoloji olaraq da həsən hədisi ilk dəfə öyrənən Xəttabi adında alimdir. Bunların əməl məsələsi, zəif hədisindən əməl olunurmu, olunmazmı? Səhih hədisindən əməl olunurmu, olunmazmı? Səhih hədisindən dedik ki, ittifaqən əməl olunur. Səhih hədisi inkar eləyən kafir olmaz. Kim olur? Bidətçi olur. Tərk eləyən bidətçi olmaz, sadəcə fəzilətlini, faydalını, savablını tərk olunmuş, tərk eləmiş olur və qınanır. Nə demək istəyir yazılar bundan? Dedi ki, mütəvatir hadisi inkar eləyən nə oldu? Kafir oldu. Tərk eləyən nə oldu? Bidətçi oldu. Bu mütəvatir hədisdir. Səhih hədisi inkar eləyən kafir olmaz. Bidətçi olur. Nə deməkdir bu? Səhih hədis demək o demək ki, əzizlər,
mütevatir kimi Resulullah sallallahu aleyhi ve sellemin sözü olduğu bugünkü terminen istifadə olunan sözlə demiş olsaq 100%lik deyil. Hardasa orada zən, şübhə ehtimalı var ki, ola bilər Resulullah deməsin. Zəif hədislə səhih hədisi bu cür araşdırsaq, təxmini olaraq belə deyə bilərik. Səhih hədis %99 Resulullahın dediyi sözdür. En alisi. %100 Resulullahın dediği söz mütevatirdir. Ondan sonra səhihin dərəcələri var. %99 var, %90 var, %80 var. Ha? Bunlar səhih hədislərdir. Ondan sonra həsən hədislər %50, %60, %40 belə bunu Resulullah deyib. Bundan aşağı düşəndə zəif hədislərdir. Ən qəbul olunmaz halda zəif hədisə şaz hədislər deyilir. Şaz hədislər zəifdir. Mətruk hədislər zəifdir. Münkər hədislər zəifdir. Nədir bunlar? Şaz hədis ravidir. Səhih ravidir. Etibarlı ravidir. Amma elə bir hədis rəvayət eləyib ki, o hədisi ondan başqa o mənada heç kəs bir söz deməyib. Ravi silsiləsi gəlir. Bu ortada bir nəfər çıxır, bunu rəvayət eləyir. Öz əsrində, öz dövründə, onun o ravi təbəqəsində, onunla birlikdə olan ravilərin heç biri bunu rəvayət eləməyib. Misalı, məsəl üçün, bir nəfər, deyək ki, adı Əli, o birisininki İsa, o birisininki də deyək ki, Məmməd. Şeyxin tələbəsidirlər. Şeyx səhihdir, şeyxdir, onun rəvayət elədiyi hədislər qəbul olunur. İsa da, Məmməd də, Əli də. Üçü də bu şeyxdən dərs alıb. Lazımdır ki, bu şeyxdən aldığı dərsi hər üçü o hədisi rəvayət eləsin. Elə deyil. Bu gəlir, nə Əli rəvayət eləmir, nə İsa rəvayət eləmir, Məmməd şeyxdən bir hədis rəvayət eləyir. Başqası da rəvayət eləmir. Bir dənə Məmməd rəvayət eləyir. Bu hədisə deyirlər şaz hədis. Yəni, nətər oldu ki, eyni şeyxdən bu tələbələr də dərs alıb. Niyə bunlar rəvayət eləməyib? Ona görə burada artıq inkar eləmir. Yox, yalandır demir. Uydurma hədis demir. Nə deyir? Qardaş, hədis zəifdir. Biz bunu qəbul edə bilmirik. Və yaxud münkər hədis. Mətin gəlir, sənədlər səhihdir. Amma mətinə baxırsan ki, mətin qəbul olunacaq mətin deyil. Resulullahın və ümumi qaydanın ziddini göstərir mətin bizə. Ona deyirlər ki, bu hədis münkərdir, inkar olunur. Bu hədisləri isə əməl eləmək məsələsi inşallah növbəti mərhələsidir söhbətimizin. Geri qaydıran səhih hədisin əməlinə. Səhih hədisin əməlində dedik ki, əməl eləməyən, inkar eləyən bidətçi olur. Üzr istəyirəm, əməl eləməyən bidətçi olur, inkar eləyən kafir olmaz. Niyə? Çünki nədir? İnkar edir ki, bu ola bilməz. Niyə? Baxın, İmam Buxari rəhməhullah hədisləri cəm eləyəndə eşidir ki, filan yerdə bir hədis var. Yəni, bir ravi var, bir alim var, bir şeyx var. Onda da Resulullahın bir hədisi var. İmam Buxari rəhməhullah minəyinə minir, səfərə çıxır, gəlir, axtara, gəlir, çatır həmən məmləkətə, soruşa, bunun evi, bunu gəlir, qaçatır həyətinə. Ev sahibi, deyirlər ki, ev sahibi budur, bağçasında məşğuldur. Olar mən onun yanına keçirəsiz, keç buyur. Adam keçir ev sahibinin yanına, bağçasında ətəyini, paltarın ətəyini belə toparlayıb əlinə, heyvanını çağırır, minəyini, atıdır, uzunqulağıdır, qatırıdır, nədir? Onu çağırır. Və əlini belə heyvanın üstə gedir və ətəyində bu tərəfi yaxınlaşır, ətək əlində olduğu vəziyyətdə minəyini tutur. Tamam. İmam Buxari rəhməhullah gəlir, bundan soruşur ki, sən filan kəssən, bəli filan kəssən, filan hədis səndə var mı? Var, sənədi filan. İmam Buxari rəvayəti alır elmə, götürür. Sonra bundan ayrılacaq olanda deyir, olar mı səndən bir şey də soruşum? Buyur soruş. Deyir, sən o heyvanı tutanda ətəyin əlində idi. Heyvanı tutandan sonra ətəyini buraxdın, heç bir şey də yox idi ətəyində. Ətəyini niyə ilə tutmuşdun, bilmək olar mı?
Adam deyir ki, hə deyir, olar. Mən deyir, o heyvanı öyrətmişəm ətəyimdə yemək yeməyə. Ətəyimə yemək vermişəm, atmışam yeməyi, heyvan ətəyimdən o yeməyi yeyib. İndi mən ətəyimi ovucuma yığanda, heyvan düşünür ki, orada yemək var, mən onu rahat tuturam, qaçmır, öz üstümə gəlir. Mən də onu tuturam, minir çıxır gedirəm. Hə, İmam Buxari gəlir, həmin hədisi yazmır. Qəbul eləmir hədisi. Baxın, hədisi neynə edəzlər? Qəbul eləmədi, yəni inkar elədi. Aha, əgər bunu inkar elədisə, İmamdan soruşulur. Ay imam, niyə inkar elədin bu hədisi? Deyir ki, Allahın dili ağzı olmayıb, Allahın bizə tabi elədiyi heyvanı aldadan məni çoxdan aldatmışdır. O insanın əmanətində zədə vardır. Heyvanı aldadırsa, heyvan aldadılmaz. Məni çoxdan aldatmışdır. Ona görə İmam Buxari bu hədisi inkar edir. Ha, bəli əzizlər, İmam Buxari haqqında məlum məsələ. Hədisi niyə inkar elədik? Ravisinin halında zədələnmiş, ədalətini zədələmiş bir hal gördüyümüzə görə. Zəif hədislər bax bu şeylərə görə qəbul olunmur. Və Adı bilinir, ravinin adı. Yox, onu deməz İmam Buxari. O ravinin adını yazmır. Zəif hədislərə əmələ gəlincə halal və haram mövzusunda. Halal və haram mövzusunda zəif hədislə əməl olunmaz. Üləmanın ittifaqıdır. Nə demək istəyirik? Adam gəlir soruşur, söz misalı, günümüz üçün bir misal çəkəcəyik. Telefon ticarəti caizdirmi mənim üçün? Mən istəyirəm, telefon ticarət eləyim. Hər şeydən istifadə olunur, şəkil çəkir, nə bilim, səs yazır, filan eləyir. Mən bundan ticarət eləyə bilərəmmi? Şəriət buna mənə nə cavaz verir? Halaldırmı, haramdırmı? Bu zaman araşdırır, mən misal çəkirəm, yəni xahiş edirəm, bunu düzgün başa düşək. Araşdırır, görür ki, hədis var telefon haqqında, cavaz verir, amma zəif hədisdir. İndi hədis var, sən telefonu sata bilərsən deyə fətva vermək olarmı? Alimlər deyir ki, əbədən, qətiyyən. Bu halaldır, bu haramdır demək üçün dəlil sadəcə zəif hədisdirsə, o hədis istifadə olunmur. O hədis dəlil olaraq qəbul olunmur. Niyə? Çünki halal eləmək, haram eləmək kimin haqqıdır? Allah subhanahu və taalanın haqqıdır. Və Rəsulunun haqqıdır, əleyhissalatü vəssalam. Allah bir şeyi halal haram eləyə bilər, bir də Rəsulullah bir şeyi halal haram eləyə bilər. Əgər zəif hədisdə Rəsulullahın qəti sözü deyilsə, zəif hədisdə bunu Rəsulullah deyib-bi, deməyib-bi deyə güclü bir zənn varsa, şübhə varsa, o zaman zəif hədislə bu halaldır, bu haramdır deyilməz. Yəni, halal-haram mövzusunda zəif hədis dəlil deyildir. Gözəl, başa düşdük. İndi arada belə bir söz var. Üləma deyir ki, bəli, biz zəif hədisindən əməl eləyirik. Misalı. Əbu Hənifə deyir ki, mən öz rəyimdənsə zəif hədislə əməl eləməyi üstün görürəm. Və burada Əbu Hüreyrədən rəvayət olunmuş zəif hədisə görə Əbu Hənifənin öz ictihadını tərk elədiyi bizim elə bu kitabımızda da xatırladılır sizə. Tərcümə elədiyimiz bu kitabda. Ki, Əbu Hənifə ictihadını tərk eləyir, Əbu Hənifənin Əbu Hüreyrənin rəvayət elədiyi zəif hədisə görə əməl eləyir. İkinci bir misal, İmam Əhməd, rəhməhullah. İmam Əhməd deyir ki, halal və haram haqqında hədis qəbul eləyəsi olanda şərtləri çox sərt tutduq. Yəni, güzəşdə getmədik. Halal və haram mövzusunda hədis qəbul eləyəndə. Amma fəzail mövzusuna gələndə onda işləri güzəşdə tabi elədik, güzəşlə davrandıq. Və bugün biz İmam Əhmədin müsnədinə müraciət eləyəndə en sayda zəif hədisə rastlaşırıq. İmam Əhmədin hədis kitabında en sayda istədiyin qədər zəif hədislər vardır. Və həmin bu müsnədin sahibi o zəif hədisləri öz kitabına yazmış Əhməd ibn Həmbər rəhməhullah oğlu Abdullaha bu vəsiyyət eləyir.
müqəddimədə, o müsnədin müqəddiməsində bu keçər əzizlər. Oğlu Abdullaha bu vəsiyyət eləyir. Oğlum, mənim bu kitabım zənn eləyirəm, güman eləyirəm, arzu eləyirəm ki, insanlar üçün imam olacaqdır. Yəni, insanların müraciət elədiyi bir kitab olacaqdır. Bu kitabı qoru. Və bir mövzu ilə rastına çıxdı, bir mövzu ilə rastlaşdı. O mövzunu mənim bu kitabımda axtar. Bu kitabımda o mövzuya aid bir hədisi varsa, qorxma, əməl elə. Bu nə demək oldu, əzizlər? Bu o demək oldu ki, İmam Əhməd zəif hədislə əməl eləməyə cavaz verdi. Digər bir rəvayətdə yenə İmam Əhməddən rəvayət olur. Eyni söz o da deyir. Öz rəyimdənsə zəif hədisi daha üstün görürəm. Niyə? Öz rəyim kimin rəyidir? Mənim iştihadımdır. Qurana əsaslanmışam, hədisə əsaslanmışam, bacardığım şəkildə, anladığım şəkildə iştihad eləyib, Quran və hədisə bağlayaraq bir fətva vermişəm. Bu mənim rəyimdir. Bir də Rəsulullah sallallahu aleyhi və səlləmdən bu barədə konkret söz var. Sadəcə Rəsulullahdan gəlməsi haqqında azacıq bir şübhə var. Hansı üstün olmalıdır? Təbii ki, düşünmədən Rəsulullah sallallahu aleyhi və səlləmdən gələn az da olsa şübhə yeri olan söz. Niyə? Çünki doğru olma ehtimalı da var axır bunun. Amma mənim rəyimin doğru olma ehtimalından, səhif olma ehtimalı, zəif hədisin doğru olma ehtimalından, zəif olma ehtimalı şəklində münasibət qurularsa, əksinə olur. Yəni, mənim sözüm 40%, 30% doğru, 70%, 60% səhifdirsə, zəif hədis əksinə 60%, 70% doğrudur, 40%, 30% ola bilər ki, Rəsulullah bu şəkildə deməyib və yaxud belə deməyib. Ona görə də zəif hədislə əməl olunur. Nə zaman? Dediyimiz kimi, iştihad eləyəcəksən, fətva verəcəksən, başqa dəlilin yoxdur dediyin zaman. Bu zaman, yəni halal, haram, xaric, zəif hədislə əməl olunur əzizlər. Sonda da uydurma hədis haqqında azacıq bir məlumat bölüşək sizlə. Uydurma hədis nədir? Buna mövzu hədis də deyirik. Mövzu hədis Resulullah Aleyhisselatü Vesselam'ın adına, Resulullah Aleyhisselatü Vesselam'ın dilinə ətf olunmuş, aid olunmuş, bağlanmış və Resulullah'ın demədiyi sözdür. Resulullah elə bir söz deməyib, Resulullah elə bir əməl eləməyib, Resulullah elə bir münasibət göstərməyib, amma yerdən qalxan birisi Resulullah belə dedi deyə yalan danışır. Bunu necə təyin edəcəksizlər? Alimlər hardan bilirlər ki, hədis uydurmadır? Alimlər oradan bilir ki, hədis uydurmadır. Bir, hədisi uyduran özü tövbə edir, sonra deyir ki, mən bu hədisi uydurmuşdum. İbn Salah'ın yenə müqəddiməsi dediyimiz kitabda bu İbn Salah tərəfindən qeyd olunan uydurma hədisi bilməyin ən etibarlı, ən səhih yoludur. Hədisi uyduran etiraf eləyir ki, mən hədisi uydurmuşdum. Yaxşı, hədisi niyə uydurmuşdu, niyə etiraf eləyir? Bu da necə olur əzizlər? Bir, hədisi uyduran insan enində sonunda Allah qəlbinə nur salır və səhifini başa düşür, tövbə eləyir və o tövbəsini qəbul edilməsi üçün, tövbəsinin Allah nəzərində məqbul olması üçün çıxır insanlara, deyir ki, ha insanlar, mən belə bir səhif eləmişdim, Allah əff eləsin məni, belə filan hədisləri uydurmuşdum. Bir, tövbə üçün. İki, özü də bilmədən düşmənçiliyini üzə vurub qisas aldığını söylüyor. Misalı, bir nəfər belə sapıq düşüncələrdən birini Harun Rəşid edam elətdirir. Adı məşhurdur. Resulullah Aleyhisselatü Vesselam adına ümmət arasında fitnə fəsad törədir və Harun Rəşid bunu edam elətdirəcək. Bunu edam elətdirəndə Qadir bu sözü deyir. Deyir, yaxşı, mən öldürdünüz, onu bildim. Mən öldürəcəksiniz. Bir nəfər idim, öldüm, qutardım. Mən güya ki, bundan fitnəni örtdünüz. Bəs uydurub sizin hədislərin arasına qatdığım sayında xəta eləmiş olaram, 70 min deyir, səhv eləmirəmsə. Ya 17 min. Bax, orada 7 rəqəm var. Ya 17 min deyir, ya 70 min. O hədisləri niyə eləyəcəksiniz, o uydurma hədisləri? Ona qarşı niyə eləyəcəksiniz?
Bir belə mən zəhər atmışam sizin hədislərin arasına. Və İmam Harun Rəşid Rəhməhullahın cavabına baxın əzizlər. O deyir ki, yəni xəbəriniz varmı uydurub hədislərin arasına qatdığım hədislərdən? Harun Rəşid deyir, xəbərin varmı Şəabidən, xəbərin varmı Sevridən? Onlar sənin o uydurduğun yalanları taxılı əliyib, xəlbirdən keçirib, qaraqurasını seçdikləri kimi bitcə seçəcəklər. Heç narahat olma. Həqiqətən də Allah hədis alimlərimizə qəni-qəni rəhmət eləsin. Allah əməllərinin savabını axirətə kimi yazılanlardan eləsin ki, biz inanırıq kitabları işləndikcə onlara savab yazılır. Həqiqətən də o hədisləri bitdə seçib Rəsullahın o təmiz, səhih hədislərini, səhih sünnəsini bizə çatdırdılar əzizlər. Və sonda sözümüzü bununla tamamlayaq ki, 4 böyük müştəhid, İmam Əbu Hənifə, İmam Malik, İmam Şafii və Əhməd İbn Həmbəl, Allah hamısına rəhm eləsin, hamısının yeri cənnət olsun. Bu 4 böyük müştəhid yeri gələndə zəif hədislə əməl eləyiblər. Bugün dövrümüzdə olan zəif hədislə əməl eləmək olmaz, zəif hədis bidətdir, zəif hədisə əməl eləyən bidətdir sözlərinin hamısı əzizlər, vallahi yumşaq desək quru qovğadan başqa bir şey deyil. Çünki adını dəfələrlə xatırlatdıq, İbn-i Salah rəhməhullah deyir ki, bu əsrdən sonra hədisin həsənini, səhihini, zəifini təyin eləməyə kimsənin gücü yetməz. Niyə? Çünki artıq hədisin hamısı ələnib, dəfələrlə elə-belə. Artıq İbn-i Salah artıq hədislərin özünü yox, artıq hədis elminin terminologiyasını işlədi, hazırladı. Artıq material hazırdır. İndi bunu nəzəriyyə oturtdu ki, bu nəzəriyyədə hədis elmi budur. İmam Suyuti rəhməhullah deyir ki, artıq bundan sonra hədis hafizi yoxdur. Niyə? Çünki, baxın əzizlər, İmam Əhmədi misal çəkək. İmam Əhməd 1 milyon hədis, bəli, subhanallah, 1 milyon hədisi sənədinlə hamısı əzbərində idi. Kitabda yox ha, əzbərində. Hələ bu da deyil əzizlər. O 1 milyon ravinin halı da yaddaşında idi. O ravinin tərcümeyi halı, hardanadan oldu, kimdi, harda oxudu, elmi kimdən aldı. O 1 milyon hədisin içindən 40 minini seçdi, müsnədinə yazdı ki, bu hədislərlə qarşınıza çıxan bir məsələyi tutuşturun, hədis buna cavab verdisə, qorxmayın o məsələdə irəli gedin deyə. Bəli. Bugün Əbu Hənifənin bir sözünü xatırladaq və halımızı ona tutaq. Hansı ki, ittiham olunur ki, 17-ci hədis bilirdi. Zaman eşidərsən, Əbu Hənifə hədis bilmirdi, hədisdə zəif idi, 17 hədis bilirdi və yaxud da Əbu Hənifə hədislə əməl eləmədi. Niyə əməl eləmədiyinə də bircə misal çəkdik. Əbu Hənifə deyir, insanlar Resulullah sallallahu aleyhi və səlləmin sünnətini demir, özü də hədisini deyir ha. Resulullah sallallahu aleyhi və səlləmin hədisini öyrəndikləri müddətcə hidayət üzrə olacaqlar. Elə ki, hədisi tərk elədilər, azacaqlar. Bu, Əbu Hənifənin demiş olduğu əzizlər sözdür ki, bu vaxt alimlər onun tərcümeyi halında xatırladarlar. Baxın, Əbu Hənifənin dediyi söz hara, bugün Əbu Hənifə haqqında danışılan sözlər hara. Əbu Hənifənin hədis haqqında, yəni hədisdən istifadə eləməsi haqqında, onu deyim sizə əzizlər, sadəcə dəstəmaz mövzusunda, təharət, təmizlik mövzusunda, sadəcə təharət, dəstəmaz mövzusunda Əbu Hənifə 100 hədisdən dəlil olaraq istifadə edir. Sadəcə ibtidasıdır, fiqhin ibtidasıdır dəstəmaz mövzusu, hamınız bilirsiniz. Sadəcə dəstəmaz mövzusunda bu adam 100 dənə hədisdən istifadə edir dəlil olaraq. 100 fərqli hədisdən yəni. Ya qardaş, bu adam bu məsələdə, yəni bir mövzuda 100 hədisi istifadə eləyirsə dəlil olaraq və bunun qoyduğu şərt də bu qədər sərtdirsə, onda valla Əbu Hənifənin şərtinlə biz səhih hədisləri seçəsi olsaq, gərək hədislərin yarısını imtina eləyək. Niyə? Çünki onun şərti həddən artıq sərtdir. Niyə? Çünki Əbu Hənifə Rəsullahın sözünə
İndi tanıdıldığı kimi belə laqeyd yanaşmırdı. Əbu Hənifə Rəsulullahın sözünə gözlərini tam açıb, qulaqlarını tam açıb, tam ciddiyyətini, ağlını başına yığıb yanaşırdı. Yoxsa bizi kimi təsahül eləmirdi. Bizi kimi hə olsa dolar, olmasa dolar demirdi o alimlər. Əbu Hənifə belə yanaşırdı hədisə. Ona görə də qardaşlar, Əbu Hənifənin sözü olaraq, elə son sözü də onun sözü olaraq deyək ki, bu ümmət, tariximizə baxaq, uzağa yox, həqiqətən də elədir. Bu ümmət hədisləri tərk eləyəndən sonra, hədis elmlərini öyrənməyə buraxandan sonra, bu ümmət özündən uydurma hədislərlə təsəvvüf və əxlaq kodekslər qoyandan sonra bu ümmətin başına bu bəlalar gəldi, gerilədi. Bəli. Ona görə ki, haqq imamların haqqa əsaslanan sözünü tərk elədilər. Nə kitablar yazdılar? Osmanlı kitab dövründə çap olmuş, Osmanlının axırında çap olmuş kitablardan hər halda xəbərlərimiz var. Mən həmişə onu deyirəm, yeri düşəndə həmişə deyirəm onu. Kitab yazıb bir dənə kitab. Nuh Aleyhisselamın gəmisinin uzunluğu neçə metr dirsəyi idi? Taxtasının üstündə nə yazılmışdı? Ya qardaşım, bax, Allahın Rəsulu bunu sana demədi. Sənin bunu bilməyəndə fayda varmı? Nuh Aleyhisselamın gəmisi 40 dirsəydi, yaxud da 18 dirsəydi, yaxud da 100 dirsəydi, sana nə faydası? Sənə faydası olan Rəsulullah nə dedi? Rəsulullahın hədisində nə yazılıb? Onu öyrənməlisən. Hardan alırıq bunu? Kim deyir bunu bizə? Bəli, bugün hədis öyrənmək, öyrətmək və hədisə əməl mövzusunda müttəhim olan İmam Əbu Hənifə. Ki, hədisi öyrənin. Hədisi öyrəndikcə düz yoldasınız. Onun üçün də əzlər, yəni, biz də artıq əstağfurullah öyrətmək üçün gəlməmişdik. Sadəcə sizlə bir həsbəhal eləyək deyə gəlmişdik. Və axır davana elhamdülillah Rabbil alemin. Subhana rabbika rabbil izzət amma yasifun və sələmun aləl mürsəlin. Lillahi Teala'l-Fatiha. Neuzubillahmişdən.